Salam dostlar, bugün sizlərlə birlikdə GTA San Andreas'da necə GTA San Andreas'da necə para kasmaq olar onu sizə göstərəcəm. İlk növbədə kompüterdə oynayıram deyə biraz çətinliklərim ola bilər. İndi baxın, belə adamlarda belə baxın. Belə adamlarda pul biraz çox ola bilər. Onlar da çox vurmaq istəmirəm. Döyünün. Gördüyünüz kimi mənə 40 dolar gəldi. Belə pul kasmanın yolu da belə olur. Dəqiqə. Çoxlu növləri var pul kasmanın. Məsələn, əslində para hiləsi istəyirsinizsə, ev falan heç bir şey ala bilməyəcəksiniz. Mən gizlicə maşını götürüb gedirəm. Kompüterdə oynadığıma görə yenə deyirəm. Tam qəşəng oynayamıyorum. Gördüyünüz kimi xəbərlər də olmadı. Baxın da özlərini vuracağım özümə. Gedəcəm gizlicə onların yanına. Görüyorum onlar. Dolar bir nəfərinə vurduqdan sonra barmaq göstərək vuraq hamısını. Tapanca çıxmadı. Bir də tapanca çıxmadı. 2'ye vuraq. Üstünə hücum. Vururuq. Tapanca hardadır? Burada. Tamam. Tapancanı da al. Əslində biz bilməməkdən ötürü qanunu siləcəyik. Yəni belə taxılır. APK para hiləsində gəlməsini istəyənlər YouTube kanalıma like atıb abunə olmağı unutmayın. Sağ olun.